Vay salam əleykum. Salam qardaş, salam. Qardaşım mən Şəmkiyə getməliyim. Şəmki, gedək, problem yox. Neçəyə apararsan məni? 400 manat qardaş, gəl. Neçə? 400 manat. Qardaşım hər gün getdiyimiz yolda 60 manat. Ay, görürsən, bilmirsən. Şəmkiyə girməkdən ötürü birinci aradan keçməlisən. Gəncədən. Ay, son. Mən Gəncəyə girəmirəm. Niyə? Orada Fazil dayı var, ona 200 manat pul verməliyəm. Yol üstü verək, girək Ay Şəmkidə. kişi, o sənin borcun mənə nə dəxli var? Nəsə yəni dəxli var? 5 saat bir yerdə yol gedirik, yol yoldaşı olup qardaşlıq eləyəcəyik. Estağfurullah. Özdə bir dəqiqə deyəndə lap qardaşlıq elədik. Verdim mən sənə 200. Və yerdə qalan 140. Allah canını sağ eləsin. Yerdə qalan 100, düzdürmü? Düşürtdüm səni Şəmkiyə. Yayın cırhacırında. Mən oradan tək qayıdım. Bir gedəcəm oradan o tərəfə Tovuz var, Akstafa, Qazax, Gürcüstan gəzim də özüm. 160 manat orada yeyib. Xəstəsən, dincəlmə pulunu mən verməliyəm. Sən gəlib Şəmkiyə çatasan, mən istidə qayıdım Bakıya, kondisionersiz maşındır. Nəysə cəhənnəmə heç nə olmaz, gedirik də bitər şey Hə, deyək də. gedək. Dost səndən bir xahiş var qardaş. 4 nəfərdən pul almışam 20 manatdan. Arxada 3 nəfərlə oturasan, qabaqda hamilə qadın oturacaq. Ay ki, sən nə cic danışırsan? Mən tək deyiləm. Kimləsən bu? Xanımla mən. Xanım ara sokaq gözlə. Ay sən nə sokaq nə?